Əziz şahidlər, hörmətli müəllimlər, gəlmiş növbədə 1-ci, 2-ci Qarabağ Savaşında, ümumiyyətlə vətən uğrunda canından keçən şəhidlərimizi, Xocalı faciəsində həlak olan şəhidlərimizi bir dəqiqəlik sükutla yad edin. Allah şəhidlərimizi rəhmət eləsin. Xocalı faciəsi Azərbaycan xalqının ən ağır, lakin unudulmaması gərəkən səhifələrindən biridir. 1992-ci il fevralın 25-də 26-sına keçən gecə Erməni silahlı qüvvələri keçmiş SSR-nin 366-cı motor atıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum etdi. Bu təkcə Xocalının işğalı deyildi. Dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın idi. Faciəsi nəticəsində 613 nəfər Xocalı vətəndaşı qətlə yetirildi. 63 uşaq, 106 qadın, 70 qoca, 487 nəfər şikəst oldu, 25 uşaq hər iki valideyn öldürüldü, 130 uşaq tək valideyn öldürüldü, 1275 nəfər isə etkin düşdü və əsir edildi. Bir məhz Xocalı seçildi. Çünki strateji yerdən olmaq üçün coğrafi baxımdan Dağlıq Qarabağın mərkəzində yerləşir. Bölgəmində yeganə hava limanına sahibdir. Şuşa, Xankəndi, Ağdamda birləşən strateji yerlər də buradan keçir. Bugün Xocalı təkcə kədərlə deyil, qürurla da anılır. Çünki 2020-ci ildə 44 günlük vətən müharibəsi nəticəsində 1-ci Qarabağ şəhidlərimizin qisası alındı. Ali Baş Komandanın uğurlu siyasətinin, müzəffər ordumuzun və qeyrətli vətən uğurlarının şəhidlərimizin sayəsində ona nail oldu. İndi Xocalıda Azərbaycan adlı davranılır. İndi Xocalıda quruculuq işləri aparılır. Məhz buna görə də tarixi unutmamaq bizi gələcəkdə daha da güclü edər. Əziz uşaqlar, əgər biz tariximizi unutsaq, şübhəsiz ki, gələcəyimiz olur. Çünki bir millətin o yaşadığı torpağı, vətənə bağlayan onun tarixidir, keçmişidir. Biz tariximizdə dəfələrlə ermənilərin Azərbaycan arasında törətdiyi soyqırım hadisəsi ilə üzrə qalmışıq. Bu təkcə əsrimizin Xocalısında baş vermədi. 1918-ci ildə, 1905-ci ildə, 1918-ci il 31 mart soyqırımı və bundan sonra 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə soyuq fevral qış gecəsində məhz ermənilər Xocalıda etnik təmizləmə aparmağa başladılar. Yəni əksəriyyəti Azərbaycanlılardan ibarət olan, ümumiyyətlə orada ancaq Azərbaycanlılar yaşayırdı. Amma onlar məcbur edirlər ki, bu xalqı özləri buyurduğunu tərk etsin. Biz insanları gülləbaran edədilər. Şübhəsiz ki, bu həmin erməni faşizminə dəstək verən Rusiyanın 366-cı mütləq alayı da var idi. Yəni Xocalı insanlı, Xocalı şəhidlərinin qanlı onların dəlibatı və bu həmin qanlı faciədə ümumilikdə 613 nəfər həyatını itirib. Çoxsu soyuqlu, şaxtalı qış gecəsində meşələrdə körpə uşaqların donub ölməsi həqiqətən böyük bir faciədir. Şübhəsiz siz bu faciəni
izləmişsiniz. Çingiz Mustafayevin milli qəhrəmanımız, jurnalist Çingiz Mustafayevin çəkdiyi repertyorlardan bu acı həqiqətləri, acı faciəni biz izləmişik, görmüşük. O hadisələrdə təkcə adətən müharibənin qəbul olmuş qanunları var. Amma bu bizim başlatmadığımız müharibədə şübhəsiz ki, düşmənin qəddarlığı hər cəhətdən özünü göstərdi. Çünki orada 613 nəfər öldürülənlərdən 63 nəfəri uşaq idi. Onlar şirin yatdığı beşiyində düşmən gülləsinə tuş gəlmişdi. O cümlədən 70 nəfər qadın idi və yaxud da 106 nəfər yaşlı qoca uşaq demədən düşmən məhz insanları güllədaran edirdilər. Və o tarixdən uzun illər keçməsinə baxmayaraq biz o tarixi hələ də unutmamışıq. Düzdür, əskərimiz 2-ci Vətən Savaşında 2020-ci ildə 44 günlük müharibədə zəfər çaldı. Bugün Xocalımız da azaddır və artıq Xocalıdan Ağrıyalı'dan qovulan körpə uşaqlar bugün həmin torpaqlara bir cəsur, mərd bir insan kimi qayıdırlar. Və şübhəsiz ki, onlar da Qarabağ döyüşlərində iştirak etmişdilər. Dünən yəqin televiziyadan izlədiniz. Azərbaycanın Ali Baş Komandanı Cənab Prezident İlham Əliyevin məhz Xocalının bir qəsəbəsində insanların ora köçürülməsinin tədbirində iştirak elədi. Və insanlar o yaşadığı taleyi bir daha var, orada Cənab Prezidentin paylaşdılar, görüşdülər. Bu haqda çox danışmaq olar. Bu, məsələn, yaxınlarda biz 5-ci siniflə Firuzə Qaşlı Xəncər hekayəsini keçdik və həmin hadisələr ermənilərin Qarabağda, Xocalıda törətdiyi hadisələrdən bəhs edirdi. Məsələn, əsərin qəhrəmanı Zeynəb müəllimi idi. Bəs bir müəllimənin həyatı əsasında Xocalıda baş verənləri biz çox acı təsirlərlə əsəri oxumaqla bunu anlaya bilir. Amma o cümlədən orada olan görüntülər, baş verən hadisələr qan dondurucudur. Körpə donmuş uşaq cəsədləri, bunu şübhəsiz ki, televiziyada izləmişsiniz. İndi isə o Xocalıdan bəhs edən fraqmentləri izləyək. Erməni hərbi birləşmələri 366-cı motoatıcı alayın dəstəyi ilə aylarla mühasirədə saxladığı Xocalı şəhərinə 1992-ci fevralın 25-dən 26-sına keçən gecə hücum etdi. Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edərkən ermənilər dinc sakinləri gülləbaran etdilər. Kütləvi qırğın nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca olmaqla 613 nəfər Xocalı sakininin həyatına son qoyuldu. 475 nəfər şikəst oldu. 8 ailə bütünlüklə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 1275 dinc sakin əsir götürüldü. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taliyi bu günə dək məlum deyil. Taleyinin bu günə qədər xəbər olmayan şəxslərin xatirəsi isə Ana Haraya abidəsində yad olunur. Simvolik olaraq onların xatirəsinə ucaldılan bu abidənin üzərində Xocalı qurbanlarının ad həkk olunub. Dünya mətbuatı Washington Post, Times, Le Monde, İzvestiya, New York Times və Reuters kimi məşhur mətbuat orqanları Xocalı faciəsindən yazdılar. Xocalıda yaşanan dəhşətlərin unudulmaması üçün Respublika Hərbi Prokurorluğunda Memorial Soyqırımı Muzeyi yaradıldı. Muzeyin soyqırımı və terror bölməsində erməni silahlı birləşmələrinin, həmçinin 366-cı alayın Xocalıya hücumunu əks etdirən maket və fotolar yer alıb. Bundan başqa qətlə yetirilən şəxslərin foto şəkilləri və əşyaları muzeydə qorunur. Erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də muzeydə saxlanılır. Xocalı qətliamı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün Azərbaycan dövləti zəruri addımlar atdı. Faciəyə ilk dəfə hüquqi və siyasi qiyməti ümummilli lider Heydər Əliyev verdi. Belə ki, 1994-cü il fevralın 24-də Xocalı soyqırımı günü haqqında
haqqında qərar qəbul edildi. BMT-yə dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyəti açıqlandı. Azərbaycan beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı tədbirlər görməyə çağırdı.